Salam əziz şagirdlər. Blok imtahanda istifadə olunmuş belə bir suala baxaq. A və B vektorları vahid vektorlardır. Bizdən tələb olunur ki, C vektorunun uzunluğunu tapaq. Bilməliyik ki, vahid vektor uzunluğu 1-ə bərabər olan vektordur. Yəni A vektorunun uzunluğu 1-ə bərabərdir. Bu zaman A üçün yazsaq, kök altında x-in kvadratı plus 0-ın kvadratı plus 1-in kvadratı bərabər olmalıdır 1-ə. Hər tərəfdən kvadrat alsaq, bu zaman alaraq ki, x kvadratı plus 1 bərabərdir 1-ə. Buradan x kvadratı bərabərdir 0-a və x bərabərdir 0 alırıq. Digər üçün, yəni B vektoru üçün də yazsaq, B vektorunun da uzunluğu 1-ə bərabər olmalıdır. Bu zaman kök altında 0,6-nın kvadratı plus y-in kvadratı plus 0-ın kvadratı bərabər olmalıdır 1-ə. Hər tərəfdən kvadrat alsaq, alırıq ki, 0,6-nın kvadratı 0,36 plus y-in kvadratı bərabərdir 1-ə. Buradan y kvadratı bərabər olur 0,64-ə və y bərabərdir plus minus 0,8-ə. O zaman biz C vektoru üçün yazsaq, C vektoru ya burada 0, 0,8 olacaq, ya da ki C vektoru 0 və yaxud da ki mənfi 0,8 olacaq. Sadəcə bizdən bu vektorun da uzunluğunu tapılması tələb olunur. O zaman C vektorunun uzunluğunu tapsaq, fərq etməz. Ya 0,8-i müsbət götürdük, ya da mənfi götürdük. Bu da bərabər olacaq kök altında 0-ın kvadratı plus 0,8-in kvadratı. Bu da bərabərdir. Kök altında 0,64, buradan da 0,8 çıxacaq. Doğru cavabımız bizim C variantı olmuş olacaq.